Biz kiməsə borc verəndə ilk olaraq nəyi düşünürük? Onun nə qədər qazandığını? Bəlkə də. Amma daha vacib bir sual var. Bu şəxs nə dərəcədə etibarlıdır? Banklar üçün də prinsip eynidir. Kredit müraciətinə baxılarkən yalnız gəliriniz deyil, əvvəlki ödəniş davranışınız da nəzərə alınır. Bu davranışı göstərən əsas mənbə isə sizin kredit tarixçəsi hesabatınız və skorunuzdur. Yəni krediti vaxtında ödəmək sadəcə cərimədən və əlavə faizdən yayınmaq demək deyil. Bu, gələcəkdə daha rahat kredit almaq, daha yaxşı şərtlər əldə etmək və maliyyə etibarınızı qorumaq deməkdir. Çünki kredit tarixçəsindəki məlumatlar qısa müddətli iz deyil. Bu məlumatlar 10 il müddətində saxlanılan uzun müddətli maliyyə göstəricisidir. Azərbaycan Kredit Bürosu tərəfindən təqdim edilən Findoc kimi rəqəmsal alətlər isə bu prosesi sizin üçün daha görünən edir. Siz buradan kredit hesabatınızı izləyə, skor nəticənizi görə, gecikmələr və məlumat yenilənmələri barədə bildiriş ala bilərsiniz. Unutmayın, kredit tarixçəsi sizin maliyyə reputasiyanızdır. Kredit tarixçənizi izləyin, skorunuzu nəzərdən keçirin və maliyyə etibarınızı qoruyun.